Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. MİQ imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün model sınaq 2 ilə qarşınızdayıq. Model sınaq bir kanalda yerləşdirilib, baxmayan müəllimlər mütləq şəkildə baxsın. Artıq bizim, belə deyək, üslubumuza bələd olan müəllimlər bilir ki, bu model sınaqlar MİQ imtahanı hazırlaşan müəllimlər üçün ən lazımlı vasitələrdən biridir. Çünki bizim model sınaqlarımız daha çox çalışırıq ki, şablon və standart suallardan uzaq və düşündürücü olsun. Tutaq ki, siz yuvarlaqlaşdırma ilə bağlı 50 yox, məsələn 100 dənə sual işləmişsiniz və ya hər hansı bir ədəd məsələsi ilə bağlı 200 dənə sual işləmişsiniz. Sanki onu əzbərləmişsiniz. Fərqli düşünmək istəyirsinizsə, imtahanda bütün sualları problemsiz, fərqli düşən sualları anında analiz eləmək istəyirsinizsə, bu sınaqlar məhz sizlər üçündür. Ona görə deyəcəksiniz ki, bəs müəllim, bu sınaqlarda bir çətinlik çəkirik. Baxın, nəinki mən heç kim ümumiyyətlə deyə bilməz ki, imtahana falan sual düşür. Amma mən başqa bir şey deyə bilərəm. Sizə 100% deyirəm ki, bunu hansı ki, artıq 4-5 ildir biz bu model sınaqlar layihəmizə davam edirik. Həmin model sınaqların hər birini izahında demişim. Amma 100% dediyim nədir? Siz bu model sınaqları yazırsınızsa, problemsiz yazırsınızsa, sizin imtahanda bir probleminiz olmayacaq. İndi yenə də vurğulaya bilirsiniz, bəli, problemsiz yaza bilmirik. Lap yaxşı, demək öyrənirsiniz. Suallarımızda siz riyazi düşünməni öyrənirsiniz. Yoxsa əzbərləməklə, sualı əzbərliyim imtahanda da gedib bu əzbər, belə bir şey riyaziyyat qətiyyən öyrənmək olmaz. Hər bir sualda maksimum şəkildə çalışmışıq ki, sizə nəyisə öyrədək və siz düşünmənizi inkişaf elətdirəsiniz. Hər dəfə dediyim riyazi yanaşma formalaşsın. Bax, bunu özünüzdə formalaşdıra biləcəksinizsə, əminliklə deyirəm ki, sizdə imtahanda riyaziyyatda bir problem yaşanmayacaq. Baxaq, vaxt itirmədən keçək artıq danışdıq bu barədə suallarımıza. Birinci sualımız ədəd məsələsindən bağlı bir sualdır. Tənlik qurmaq məsələsi də deyə bilərik. Bir qatarda bütün oturacaqlar dolu olduğu üçün 10 evli cütlük və 7 subay şəxs ayaq üstə səyahət edir. İndi burada biz ayaq üstə səyahət edən neçə nəfər var? Bunu müəyyənləşdirməliyik. Evli cütlük 2 nəfərdən söhbət getdiyinə görə onu vuracaqsan 2, 20 nəfər buradadır. 7 şəxs də buradadır, subay olan. Üzərinə gəlinsin 7. Bərabərdir 27 şəxs ayaq üstündə, şəxs ayaq üstə. Ayaq üstə. Üstə hərəkət edir. Birinci dayanacaqda oturan sərnişinlərin yarısı düşür. İndi burada yeni bir anlayış ortaya çıxır. Müəllim, oturan şəxslər, sərnişinlər bizə say verilməyib. Yarısı düşür dediyinə görə mən rahat olsun deyə 2x oturan sərnişinləri götürəcəm. Yazıram. Oturan sərnişinlər. Sərnişinlər. Bu da bərabərdir 2x. İndi bunların yarısı düşürsə nə qədər qalır? X düşür. Bunlar hamısını bu formada nəticə çıxararaq yazıram ki, sizin üçün hesablanma rahat olsun. X düşür. X boş yer qalır. X qalır da belə deyək. X qalır. X-i düşürsə demək X qədər də boş yer qalır. İndi sonra davam edirik. Ayaq üstə olan sərnişinlərin isə 1/3 düşən sərnişinlərin yaratdığı boş yerlərin 1/4-nə oturur. Mükəmməl. Ayaq üstə olan sərnişinlərimiz nə qədər idi? Az öncə dedik 27. Bunun 1/3 nə qədər eləyir? 27 vurulsun 1/3 bərabərdir 9. Bu 9 düşən sərnişinlərin yaratdığı boş yerlər. X nəfər düşürsə, demək X boş yer yaranır da burada. X boş yer. Və bunun 1/4-nə oturur. X-in 1/4 deyək 1/4 X bərabərdir 9. Yəni bu 1/4 X yer bu 9 nəfərə uyğundur. X də bərabərdir. Bunun hər tərəfini 4-ə vurarıq və ya 9-u 4/1-ə böləndə elədi 36. X-i bərabərdir. Biz 36 tapdıq. Bizdə oturan sərnişinlərin sayı 2x idi. Onda oturan sərnişinlərin sayı 2 vurulsun 36 bərabərdir 72. Amma məndən başlanğıcda qatarda olan şəxslər. Yəni, burada artıq oturan və ya ayaq üstə olan demir. Hamısı deyir. 72 oturan idi. 27 ayaq üstə idi. Bunu az öncə tapmışdıq. Toplayacağıq. 72-nin üzərinə 27-ni gələndə bərabər eləyəcək 99. Demək, bizdə qatarda başlanğıcda 99 şəxs var idi. Bunların da sayının rəqəmləri cəmini soruşur. 9 üstə gələk 9 bərabərdir 18.
Doğru cavab elədi Y variant. İkinci suala baxırıq dəyərli müəllimlər. İkinci sualımız mövzu olaraq yuvarlaqlaşdırmadır. Amma sualda geniş analiz sintez var. Burada baxırıq ki, əvvəlcə mənə verilib A-B ifadəsini ala biləcək ən böyük qiymət neçə olur? A-B nədir bizə ifadə olaraq? Fərqdir də. Fərq nə zaman ən böyük qiymət alır? Yazıram A çıxılsın B ən böyük olması üçün bura yazıram A bərabərdir ən böyük. Bunu qeyd elədim. B bərabərdir ən kiçik. Baxın, yuvarlaqlaşdırmanı qoyduq kənara. Sanki fərqdən danışırıq. Bir də təkrar edirəm. Bir fərq ən böyük qiymət alması üçün burada biz azalanı ən böyük götürəcəyik, çıxılanı ən az götürəcəyik. Yəni daha çox ədədin üzərindən daha az ədədə çıxacaq ki, yerdə daha böyük ədəd qalsın. Bunu müəyyənləşdirdik. İndi keçirik yuvarlaqlaşdırma olan hissəsinə. A ədədini minliklərə qədər yuvarlaqlaşdırır və 3000 əldə edir. Nə dedik? A ən böyük olmalıdır. İndi mən A ədədinin ən böyük halını tapmalıyam. Bu da bizə bir qayda verəcək. Minliyə qədər yuvarlaqlaşdırdıqda 3000 alınan ən böyük ədəd. Və burada olan qaydamız ondan ibarətdir ki, minliklərə qədər yuvarlaqlaşdırdıqda ən böyük ədəd deyirsə, həmin ədədin üzərinə 499 gələcək. Onda A ədədi bərabər olacaq 3499-a. Bunu müəyyənləşdirdik. İndi baxırıq B ədədinə. B ədədimiz ən kiçik olmalıdır və bu da 100-lüyə qədər yuvarlaqlaşdıranda 800 əldə edilməlidir. İndi buradan nəyi ortaya çıxardırıq? 100-lüyə qədər yuvarlaqlaşdırdıqda ən kiçik ədəd. 100-lüyə qədər yuvarlaqlaşdırdıqda ən kiçik ədəd tapmaq üçün qaydamız 50 çıxırıq. 800-dən 50-ni çıxanda qalır 750. Demək, B-nin ən kiçik qiyməti də 750 tapdıq. Neyinirik? Sonra buradan fərq olaraq bunları bir-birindən çıxacaq. 3499 çıxılsın 750. 9, 4, 14-dən 7-dən çıxanda qalır 7, 3, 2749. Belə bir cavab harada var? C variantında. Bu sualda nə öyrəndik? Minliyə qədər yuvarlaqlaşdırdıqda ən böyük, ən kiçik, 100-lüyə qədər yuvarlaqlaşdırdıqda ən böyük, ən kiçik. Bir də fərq nə zaman ən böyük qiymət alır? Bunu müəyyənləşdirdik. Yuvarlaqlaşdırma ilə bağlı çətinlik olan müəllimlər mütləq kanalda mövzular içərisində yuvarlaqlaşdırma qeyd olunub. Həmin mövzuya diqqətlə baxsınlar. Növbəti vacib suallarımızdan biri maraqlı bir sürət məsələsidir. Sürəti 60 km/saat olan birinci avtomobil və sürəti 90 km/saat olan ikinci avtomobil eyni istiqamətdə və eyni məntəqədən saat 9:00-da yola düşdülər. Bax, buradan bu məntəqədən saat 9:00-da maşınlar yola düşürlər. Saat 11:00-da birinci avtomobil dayanacaqda 20 dəqiqə dayanır. Sonra əvvəlki sürəti ilə yoluna davam edir. Birinci avtomobil 12:00-da sürətini neçə kilometr artırmalıdır ki, 14:00-da ikinci avtomobilə çatsın. Məsələni həll edəndə proseslərdə görürük ki, müəllimlər, ancaq birinci avtomobillə bağlı danışmışıq. Birinci avtomobil dayansın, sonra artırsın, əvvəlki sürət, sonraki sürət. İkinci avtomobillə bağlı heç nə verilmir. Və deyir, ikinci avtomobilə çatsın. Onda belə çıxır ki, ikinci avtomobil sabit sürətlə 9-da necə hərəkətə başlayırsa, 14:00-da da həmin o sürətlə davam edir. Onda belə çıxır ki, ikinci avtomobil ümumiyyətlə 14:00-dan 9-a çıxanda 5 saat hərəkət edib. 14:00-dan çıxır 5 saat. İndi 5 saatda da nə qədər yol gedib? 5 saatda da 5-i vuracaqsan 90-a. Çünki ikinci avtomobilin sürəti 90-dır. 5-i 90-a vurduq elədi 450 kilometr. Bu mənim aldığım bir vacib informasiyadır. Bu qalır burada. İndi gəlin birinci avtomobillə bağlı məsələlərimizi həll edək. Birinci avtomobil 11:00-a. 9-dan 11:00-a qədər gəldik. Bura 11:00-dur. Neçə saat keçir bura? 2 saat. Birincinin sürəti nə qədərdir? 60. 2 vurulsun 60 bərabərdir 120 kilometr. İndi dayanacaqda 20 dəqiqə dayanır. Sonra gəldik 12:00. Bax, burada da 12:00 yazıram. Ən incə məqam buradır. 20 dəqiqə dayanır, sonra əvvəlki sürətlə yoluna davam edir və 12:00-da. Bu 1 saatın 20 dəqiqəsini dayanırsa, neçə dəqiqəsini bu əvvəlki sürətlə yoluna davam edir? 1 saatımız 60 dəqiqədir. 60-dan 20 dəqiqəni çıxıram, bərabərdir 40 dəqiqə. Və yaxşı olar ki, bu 40 dəqiqəni də saata çevirək. Dəqiqəni saata çevirmək üçün 60-a bölürük, 60-da 40. İxtisar eləsək 20-yə 3-də 2 saat. Mən nəyi tapmalıyam? 12:00-a qədər birinci avtomobil nə qədər yol gedib? İkinci avtomobilin yolu burada hazırdır. Buna qarışmayın, çaşdırmayın özünüzü.
İndi 3-2 və eyni sürətlə gedir. Əvvəlki sürəti ilə. Əvvəlki sürəti 60-dır. Bu dəfə 60-ı vururam 3-2-yə bərabər eləyir nə qədər? 3-1, 63-ə 20. 20 dəfə deyək ki 40. 40 kilometrdə burada getdi. Demək 12:00-da 120-nin üzərinə mən hissəli yazıram ki, siz tam görəsiniz. Bərabərdir 160 kilometr gedib. İndi təzədən birinci avtomobil 12:00-da sürəti nə qədər artırmalıdır ki, 14:00-da ikinci avtomobilə çatsın. İndi gəlirik bura 14:00. Tamam. 12:00-a qədər birinci avtomobil 160 kilometr yol gedib. Baxın müəllimlər, maksimum şəkildə çalışıram cümlələr sadə səslənsin ki, sizin üçün qaranlıq necə qalmasın. Bax, bu kifayət qədər normal cümlədir də. Bir də təkrar edirəm. Birinci avtomobil 12:00-a qədər 160 kilometr yol gedib. İndi 12:00-da bu sürəti nə qədərsə artırmalıdır ki, 14:00-da ikinci avtomobilə çatsın. Yəni, ikinci avtomobilə çatması üçün 450 kilometr yol getməlidir. İndi, nə qədər yol getməlidir ki, 450 kilometrə çatsın? 450-dən çıxıram 160-ı bərabər eləyir 290 kilometr. Demək, 290 kilometr getməlidir. Belə deyirik. Bəs yaxşı. Neçə saat getməlidir? 12:00-dan 14:00-a 2 saat. Demək, 290 kilometr məsafəni 2 saat ərzində getməlidir. 290-ı bölürəm 2-yə bərabər eləyir. Nə qədər? Bərabər eləyir 145 kilometr bölünsün saat. Demək, 12:00-da birinci avtomobil sürətini 145 kilometr saata çatdırmalıdır ki, ikinci saata çatsın. Amma demir ki, neçə olmalıdır? Nə qədər artırmalıdır? Neçə kilometr artırmalıdır? Əvvəlki sürət nə qədər idi? 60. 145-dən çıxıram 60-ı bərabərdir 85 kilometr bölünsün saat. Doğru cavab Y variantı. Sürət məsələsindən bağlı olduqca gözəl, maraqlı, analiz tələb eləyən bir sual idi. Növbəti sualımız ədəd orta ilə bağlı. Bu da ədəd ortanın biraz müəllimlərin, bunun hamısı praktikaya əsasən deyirəm də. Məsələn, hansı sual müəllimlərin çətin çəkdiyi və s. Bu da müəllimlərin çətin çəkdiyi sual tiplərinə aiddir. 3 ədədin ədəd ortası 50-dir. Böyük ədəd digər 2 ədədin ədəd ortasından 4 dəfə böyükdür. Böyük ədəd tap. Yəqin ki, burada 3 ədədi siz A, B, C götürərsiniz və s. və ilə axır. O biraz bizi həqiqətən də çox çətinə salar. Daha rahat bir qayda baxın. Birinci ədəd, ikinci ədəd, üçüncü ədəd. Bizə deyir ki, 3 ədədin ədəd ortası 50-dir. Biz bilirik ki, ədəd ortanı saya vuranda həmin ədədlərin cəmini alırıq. Buna görə 50-ni vurarıq 3-ə bərabərdir 150. Bu qalsın burada. Yəni 3 ədədin cəmi 150-dir. İndi böyük ədəd digər 2 ədədin ədəd ortasından 4 dəfə böyükdür. Böyük ədəd digər 2 ədədin ədəd ortasından. Yazıram bura digər 2 ədədin ədəd ortası x olsun. Ortası x olsun. Onda bu digər 2 ədədin ədəd ortası x-dirsə, birinci ədədimiz nə qədərdir? Birinci ədədimiz 4 dəfə böyükdür. Böyük ədəd deyək də. İndi böyük ədədi birinci ədədi adlandıraq. 4x olacaq. Aha. Bəs indi bu digər 2 ədədin cəmi nəyə bərabərdir? Bax, burada da hər məsələnin bir kulminasiya nöqtəsi var. Birinci məqam var ki, oradan tutanda məsələ bizim üçün tam aydınlaşır. 2 ədədin ədəd ortası x-dirsə, həmin ədədlərin cəmi nəyə bərabərdir? Sayı vuracaqsan. Onda bunların digər 2 ədədin cəmi bərabər 2x. Burada yazacaqsan 2x. Burada mənə maraqlı deyil. Bu sual üçün maraqlı deyil ki, ikinci ədəd neçə olsun, üçüncü ədəd neçədir. Bunu onsuz da bizdən soruşmur. Bizə maraqlı olan digər 2 ədədin cəmidir. Digər 2 ədədin ədəd ortası x-dirsə, cəmi də 2x. Artıq birinci ədəd məlum, digər 2 ədədin cəmi məlum. Bunları toplasaq bizə 150-ni verir. Gördünüz necə rahat. 4x birinci ədəd, üstə gələk digər 2 ədədin cəmi 2x bərabərdir 150. Buradan 6x bərabərdir 150-yə, x də bərabər 150-ni 6-ya böləndə elədi nə qədər? Dəyərli müəllimlər, 25. X-i biz 25 tapdıq. Bizə deyir, böyük ədəd tapın. Böyük ədədimiz 4x-dir. 4 vurulsun 25 bərabərdir 100. Belə bir cavab harada var? Belə bir cavabımız var. D variantında. Növbəti sual, 5-ci sual. Sualın yəqin ki, quruluşuna baxanda
qorxmusunuz? Müəllim imtahana bu sual düşürmü? Maraqlı bir sualdır. Baxın, bu il imtahanda fiqurdan kəsib çıxarma var idi. Hansı ki 2024-də ilk dəfə o sual düşdü. O düşməmişdən qabaq həmin sualları hamı görəndə çevirdi ki, belə sual düşməz. Yəni hər il imtahanda çətin yox, amma quruluş olaraq, dəfələrlə vurğulamışam. Quruluş olaraq, həcm olaraq, tərtibat olaraq fərqli sual düşə bilər. Bu çətinlik anlamına gəlmir. Sadəcə sizin gözünüz o tipli suallara öyrəşməyib deyə, yəni elə suallara əgər hazırlıq müddətində işləməmisinizsə, təbii ki, imtahanda çətinlik çəkəcəksiniz. Bu sualın özü. Baxaq burada. Birinci şəkildəki bərabər ölçü kubların hər birinin həcmi 8 kubdur. İndi bunu mən ifadə ilə vermişəm də. Məsələn, burada 64 də ola bilərdi, 27 də ola bilərdi. Biz bilirik ki, həcm nəyə bərabərdir? 3 ölçünün bir-birinə hasil. İndi 8 kubu hansı ifadənin 3 dəfə öz-özünə vurulmasıdır? Biraz düşünəndə görürük ki, orada yazıram ki, til. Bir dənə til bərabərdir. Yəni, məsələn, til 2 olsa 8 olardı. Amma burada 8 kubudur. Onda til bərabərdir 2a. Demək, bax, bunun bir dənə tili, bu balaca bir dənə til, 2a-dsa həcm eləyib 8 kub. Yaxşı. Və bu kublar ikinci şəkildə göstərildiyi üçün birləşdirdikdə əmələ gələn cismin ümumi səthinin sahəsi neçə a kvadratına bərabər olur? Bəs bunun səthinin sahəsi nəyə bərabərdir? Bunun tili x-dirsə, biz bilirdik ki, tam səthin sahəsi s bərabərdir 6a kvadratı. Bir üzünün sahəsini 6-ya vururduq. Bunu da bilirik. Kubdan düz bucaqlı parlaq betdən və s. İndi gəlirik, burada bunları birləşdiririk. Baxın, imtahanda düşən sual fiqurdan kəsib çıxarmaydı. Burada isə fiqurlar bir-birinə birləşdirmə. Ola bilər ki, növbəti imtahanlarda, növbəti illərdə keçirən imtahana birində də fiqurlar bir-birinə birləşdirilsin. Bununla bağlı bizə bir sual verilsin. İndi bizə deyir ki, bunun ümumi səthinin sahəsi. Diqqətli olmağımız məqam nədir? Bunun bir üzü, bax, buradakı bu fiqur, bax, bundan danışıram. Bunun bir üzü nəyə bərabərdir? Bir üzü kvadratdır da. Bütün kubların hər bir üzü kvadratdır və 6 dənə kvadratdır. Onda bir dənə üzün sahəsi nəyə bərabərdir? Til 2 adırsa, yazıram 1 üz bərabərdir. 2-anı 2-yə vuranda eləyir nə qədər? 4a kvadratı. İndi mən tapmalıyam ki, əsas, bunun da kulminasiya nöqtəsi buradır. Bu fiqurda neçə üzdür? Deyərsə, mənim 6 dənə üz var hərəsində, 6-nı ilə 4-ə vuraq və s. Elə deyil. Diqqət edəcəyimiz məqam nədir? Burada bu birləşmələr var. Birləşmədə bizim müəyyən üzlərimiz itir. Bax, bununla bu üz artıq bizə nə olur, müəllimlər? Lazım olmur. Bu üzlə bu üz nə olur? Lazım olmur. Yəni, burada biz soruşanda hansı, bax, bu fiquru gözünüzün qarşınıza getirirsiniz, 3D formasındadır. Burada hansı üzlər söhbət edəcək? Yuxarıdakının bir, üst üz, arxadakı üz, sağ, sol, mənə baxan. Nə qədər elədir? 4 dənə yan, 1 dənə üz, 5 dənə buradadır. 5 dənə üz burada. Bunu da baxıram. Buna üst üz, mənə baxan, sağ, aşağı, arxa. 1, 2, 3, 4, 5. 5 dənə üz burada. Bu aşağısında da 5 dənədir, saya bilərsiniz. Bu soldakı balaca kubda da 5 dənədir. Bir dənə ortadakı kubda diqqət edin. Ortadakı kubda budur da. Yəni, bax, buradakı bu kub. Bu ortadakı kubun bir dənə yazacağım hissə mənə baxan üzdür, bir də arxadakı. 2 dənə də buradadır. Çünki bunun bu üstü, bunun bu sağı, bunun bu aşağısı və bunun bu solu birləşir deyə biz onu yazmırıq. Bax, bu birlərində də gördünüz, 6 dənə olur normalda. Hər biri bir tərəfinə söykəndiyinə görə yazmıram. Yəni, söykənən üzlər mənə lazım deyil. Yəni, sahə hesablayırsansa, bu burada gedir də, sən onsuz da bu tərəfdə hesablamısan. Burada buna əlavə niyə hesablayasan ki? İndi burada hər bir üzü baxdıq. Neçə dənə üz var? 5 dənə burada. 5, 5, 3, 17. Yazıram 17 dənə üzün sahəsini tapmalıyam. Bir üzün sahəsi 4a kvadratıdırsa, 17-ni vurarıq nəyə, müəllimlər? 17-ni vurarıq 4-ə. 4a kvadratına daha doğrusu. 4a kvadratına. Hə, burada müəllimlər, biz kiçik bir yanlışı, böyük bir yanlışa yol vermişik. 17-dən üz yox. 1, 2, 3, 4, 5, 22-dən üz. 22-dən üz. 22 dənə üz. Hardan aldıq 22-ni? Bu yuxarıdakının 5 dənə üzünü götürəcəksən, bu sağdakının 5 dənə, aşağıdakının 5 dənə, soldakının 5 dənə. 4 dəfə 5, 20. Bu ortadakının da 2 üzünü yazacaqsan. 22. 22-ni də vuracaqsan 4a kvadratına bərabərdir 88 a kvadratı. Doğru cavab elədim. D variantı. Çünki a kvadratına deyir 88 dənə. Müəllim, mən başa düşmədim. Normaldır. 3-4 dəfə bax, əminliklə sənə deyirəm. Bunu 100% deyirəm ki, başa düşəcəksən, bir problem yoxdur. Yəni, bu qədər artıq danışdım.
Təbii ki, kubla bağlı ümumiyyətlə anlayışın yoxdursa, mütləq kanalda fəza fiquru var. Yəni orada bir bax. Qaldı ki, bəs bu fiqurda biz niyə saymırıq? Bu fiqurda elə bil bax sənə belə bir hədiyyə qutusu verilir. Belə bir hədiyyə qutusu hazırlamısan, tutaq ki. Bax, daha bununla daha yaxşı başa düşəcəksən. Bunun üzərinə hədiyyəlik, o hədiyyə paketləri olur. O paketdən çəkəcəksən. Sən bunun 500-ünə çəkəcəksən, bunun 500-ünə, bunun 500-ünə, bunun 500-ünə, bunun da 200-ünə çəkəcəksən. Bu ortadakı bu yerə hədiyyəni belə deyə qopardıb içərisinə çəkəsə deyilsən ki, bax məntiq burada tam açıqlanır. Ümid edirəm bunu başa düşdünüz. Növbəti vacib suallardan biri təkliflər formasında ədədin bölünənlərindən bağlı. Bilirik ki, həm MİQ, həm də sertifikasiyada bu bölən, bölünən, yeni artırılan mövzular sırasındadır. Aşağıdakı təkliflərdən neçəsi doğrudur? Ədədin bölünənləri sonludur. Bu səhvdir. Məsələn, baxaq, bölünənlər nədir? Bölünənlər ümumiyyətlə nəyə deyilir? Verilmiş ədədə qalıqsız bölünən natural ədədə həmin ədədin bölünənidir. Məsələn, 6-ya qalıqsız bölünən ədədlər hansılardır? 6-nın özü, 12, 18, 24. Davam eləsək, sonsuza qədər gedə bilər. Desək ki, 6-ya bölünən böyük ədəd. Belə bir cavabı tapa bilməyəcək. Demək, bu sonsuzdur, amma bura sonlu yazılıb. Demək, bu doğru deyil. B variantına baxırıq. Çaşdırıcı məqam çoxdur bu sualda. B variantında verilmiş ədədin qalıqsız bölündüyü natural ədədə həmin ədədin bölünəni deyilir. Məsələn, 8-in qalıqsız bölündüyü bir ədəd götürək. 4. Bu 4-ə 8-in nəyi deyəcək biz? Bölünəni yoxsa böləni? Təbii ki, böləni, amma bura bölünən yazıb. Gördünüz, bir dənə söz bizim taleyimizi həll eləyir. Demək, verilmiş ədədin qalıqsız bölündüyü natural ədədə həmin ədədin böləni deyilir, amma bura bölünəni yazılıb. Az öncə bölünəni dedikdə, bölünənin tərəfi necə idi? Verilmiş ədədə qalıqsız bölünən, amma burada deyir qalıqsız bölündüyü. Bax, bunlar çox önəmlidir. Demək, bu da səhvdir. Hər bir natural ədədin ən az 2 böləni var. Bu sizi biraz çaşdıra bilər. Deyə bilərsiniz, müəllimə, biz sadə və mürəkkəb ədədlər var. Orada da bilirik ki, sadə ədədlərin ən az 2 dənə var. Mürəkkəbələrin də minimum 3 dənə böləni var. Amma biri unudursunuz. Bir natural ədəddir, bəli. Birin neçə dənə böləni var? Birin bir dənə böləni var. Ona görə də bir nə sadə ədəddir, nə mürəkkəb ədəddir. Demək, bu da səhvdir. Ən az 2 böləni olmayan ədəd də var. Ən azı 1 böləni olan ədəd də var. Məsələn, 1. Baxırıq D variantına. 2-dən başqa bütün sadə ədədlər tək ədəddir. Baxaq. Məsələn, 2-dən başqa siz elə bir cüt ədəd göstərə bilərsinizmi ki, mənə həmin ədəd sadə ədəd olsun. Məsələn, tutaq ki, deyə bilmərsiniz. Niyə? Çünki istənilən cüt ədədin ən azı özünə və 1-ə bölünəni var, bir də 2-yə bölünəni mütləq var. Çünki cüt oldu. Demək, 3 bölən var. Bəli, 2 yeganə cüt ədəddir ki, cüt olduğuna görə, yəni cütdür, amma nədir, həm də sadə ədəddir. 2-dən başqa bütün cüt ədədlər mürəkkəbdir. Bəli. Və sadə ədədlər 2-dən başqa bütün sadə ədədlər tək ədədlərdir. Amma təklifin tərsi doğru deyil. Tək ədədlər belə deyək, sadə ədədlərdir anlayışı səhvdir. Məsələn, 7, 14, 15. 15 tək ədəddir. Amma sadədirmi? Xeyr. Amma təklifin tərsində 2-dən başqa bütün sadə ədədlər tək ədədlər deməyi doğrudur. Məsələn, 7, 13, 17, 19. Demək, doğru olan D variantıdır. Bütün mürəkkəb ədədlər cüt ədədlərdir. 2 olmasaydı, bunu biz, bütün mürəkkəb ədədlər cüt ədədlərdir. Yox, tək ədəd də ola bilər. Məsələn, 15, 27, 1-ə də bölünür, 3-ə də bölünür, 5-ə də bölünür, 27, 9-a da bölünür. Bax, gördüyünüz kimi, sual ilk baxışda sadə gəlir, amma incə məqamlar çoxdur. Çaşa biləcəyiniz nüanslar çoxdur. Cəmi bir dənə doğrumuz var da, onu da doğru cavab eləyəcək. B variantı. Növbəti sualla qarşınızdayıq. Faizlə bağlı maraqlı bir sualdır. Olimpiyadaya hazırlaşan Barış hər gün eyni sayda sual işləməklə 30 gündə bütün riyaziyyat suallarını işləməyi planlaşdırır. İlk 10 gündə digər fənlərdən imtahanları olduğu üçün planlaşdırdığından 40% az sual işləyib, qalan günlər hər gün daha çox və eyni sayda sual işləməklə sualları vaxtında işləyib bitirmək istəyir. O bunun üçün gündəlik plandan neçə faiz artıq sual işləməlidir. Məsələ həllərində nə edəcək? Birinci, dəqiq oxuyacaqsan. Məsələni mütləqdir ki, sən oxuyasan, analiz eləyəsən ki, burada səndən nə soruşur, nə deməkdir. Gözümüzün qarşısına gətirir ki, bir insan imtahana hazırlaşır, 30 gündə bu özünə plan qoyub ki, hər gün bu qədər sual işləyəcəm, amma fikirləşir ki, başqa fənləri də var və başqa fənlərdən buna təsir göstərir ki, bu riyaziyyat
suallarını az işləsin və növbəti gün bunu belə deyil, orada da desə kompensasiya eləsin. Bax, həmişə demişim, yenə təkrar edirəm, riyaziyyatı mükəmməl öyrənmək Azərbaycan dilindən keçir. Əgər sən cümlələri düzgün analiz edə bilsən, cümlələrdə səndən nə soruşulur, sonra cümlələrin leksik mənalarını düzgün dərk eləsən, məsələn, həlləri sənin üçün rahatlaşacaq. Ona görə riyaziyyatı öyrənmək istəyirsənsə, mütləq şəkildə birinci Azərbaycan dilini yaxşı bilməlisən ki, bu məsələləri analiz eləyəsən. Baxaq, indi burada biz bunun x-lə də yaza bilərik. Amma faiz məsələlərlə bağlı artıq bizim izahlarımızı tanış olan müəllimlər bilir ki, biz daha çox faizli tipli məsələlərdə 100 ilə işləməyə önəm veririk və nə zaman daha çox bura önəm veririk? Sonda məndən faiz dəyişimini soruşanda. Və 100 yeganə ədəddir ki, müəllimlər, istənilən ədədin, məsələn, 100-ün 40%-i 40-dır. Yəni 100-ün istənilən faizi həmin ədədin özüdür. Buna görə hesablama baxımından rahatdır. Biz belə düşünürük ki, Barış hər gün eyni sayda sual işləməklə 30 gündə bütün riyaziyyat suallarını işləmək planlaşdırırsa, o hər gün tutaq ki, planında 100 dənə sual olsun. 30-u vuracaqsan 100-ə, onda bu adam, yəni Barış 30 gündə 3000 sual işləməlidir. Bunun planı beləymiş. İşləməlidir. X-lə də yaza bilərsiniz, onda 30x yazmalıydınız. Amma biz indi x-in yerinə 100 götürdük. İlk 10 gündə digər fənlərdən imtahanları olduğu üçün planlaşdırdığından 40% az sual işləyib. Demək, gündə 100 sual yox, 40% az sual işləsə nə qədər eləyir? 100-ün 40%-i 40 eləyir, 100-dən çıxa bilərik və ya demişəm ki, 40% az 60% deməkdir. Nəysə 40% azı 60% deməkdir. Nəysə 40% azaltmaq, onu 60%-də tapmaq deməkdir. Daha rahatdır. Onda 100-ün 60%-i elə 100 eləyir də, 60 eləyir də, elə bunu yazmağa ehtiyac yoxdur, amma yazıram. Demək 60 sual. Biz burada ilk 10 gündə günə 100 yox, 60 dənə sual işlədik. Bəs bu nə qədər eləyir 10 gün ərzində? Onu vururam 60-a, bərabər elədi 600 sual. Demək 10 günə 600 dənə sual işlədik. Amma normalda 3000 dənə sual işləməliydik. Nə qədər sualımız qalıb? Baxaq. 3000-dən çıxıram 600-ü, bərabərdir 2400. Yazıram bura. Qalan sual. 2400 qalan sual. İndi müəllimlər, bəs neçə günümüz qalıb? 10 gün işləmişik, 20 günümüz qalıb. 20 gün. Nə edəcəm? 2400-ü 20-yə böləcəm. 2400-ü 20-yə böləcəm ki, görək bizim günümüzə neçə sual düşür? Sıfırlar gedir. 240-ı da 2-yə böləndə 120 sual. Demək, günə 120 sual düşür. Əla. Əvvəl 100 dənə sual işləməlidir, indi 120 sual işləməlidir. Neçə sual artıq işləməlidir? 20 sual artıq. Əvvəl 100 idi, indi 120-dir. 20 100-ün neçə faizidir? Elə 20% deməkdir. Və ya biz demişdik ki, neçə faiz artımı tapmaq üçün 100-dən 120-yə gəlmişik. Dan şəkilçisindən həll eləyəndə nə edirdik? Böyükdən kiçiyi çıxırdıq, bölürdük dənə, dən şəkilçisi olan, vururduq 100-ü. Bu 100-lər gedəcək, 120-dən də 100-ü çıxanda 20%. Və ya biz sualın sayını 100 götürmüşüksə, 100 sual 100%-dirsə, 20 sual 20% deməkdir. Doğru cavab D variantı. Bu da maraqlı bir faiz məsələsi idi. 8 yaş məsələsi hər imtahan sizin qarşılaşacağınız və qarşılaşdığınız bir mövzu. Bu da gözəl bir məsələdir. Rəhimin 6 il sonraki yaşı Eminin 4 il əvvəlki yaşının yarısına və Anarın indiki yaşının 1/3-ə bərabərdir. Baxaq, kimlərdən söhbət gedir? Rəhim, baş hərflərini qeyd edirəm bura. Emin və Anar. Burada da X, Y, Z, A, B, C ilə gedə bilərik. Məqsəd maksimum formada məsələni sadələşdirməkdir. Bizə deyir ki, Rəhimin 6 il sonraki yaş Eminin 4 il əvvəlki yaşının yarısını. Mən elə formada buranı qurmalıyam ki, ifadə qurmaq çox önəmlidir. Bunlar X olsun. Rəhimin mən bura yaşına nə yazsam, 6 il üzərinə gələndə X eləyər. X-6 yazaram da. Görün necə rahat oldu. Bax, bu sənin beynini tənlik qurmaq
yönündə maksimum şəkildə inkişaf elətdirir. 6 sonraki yaş nə qədər olacaq? X minus 6-nın üzərinə 6 gələndə 6'lar getdi, X qaldı. Əla. Bəs M-nin 4 il əvvəlki yaşının yarısı. Onda M-nin yaşını mən necə götürərəm? 2X üstə gələk 4. Müəllim, siz bunu tap dediniz. Mən onu hardan bilim? İzah edirəm. 4 il əvvəlki yaşı deyirsə, bura nəyəsə üzərinə 4 gəlməlisən ki. 4 il çıxanda 4 geçsin. Və nəyəsə yarısı deyirsə, burada 2X yazacaqsın. Gördün necə rahat. İndi gəlin bunu tətbiq edək. 4 il əvvəlki yaş. Çıxdı, nə qaldı? 2X. Bunun yarısı nə qaldı? 2'ye böldü, X qaldı. Əla, alındı. Əla. Yəni bunları bu veriləni tətbiq edəndə rəhimdə də, M-ində də X qalsın. Eləcə də anar da var ha. Anarın yaşını isə 3'də 1-nə bərabərdir. Ondan anarın yaşını nə götürək? 3'də 1 X eləsin. 3X. Əslində bu nə deməkdir? Burada elə formada götürürsən ki, bu verilən üzərinə tətbiq edəndə hər birində X qalsın və bərabərlik ödənsin. Əla. Bunları qurduq. Sonra rəhim M-nin indiki yaşına çatanda, yəni rəhimin yaşı 2X üstə gələk 4 olanda anar 38 yaşında olacaq. İndi mən burada digər bir yanaşma edib tapa bilərəm ki, rəhimin yaşı nə qədər gedibsə, M-nin yaşı da bu qədər gedib belə taparam, amma sizin üçün növbəti bir yaş məsələsinin özəyi. Bilirik ki, zaman keçdikcə yaş fərqi dəyişmir. Bu nəyə əsasendir? Rəhimin indiki və gələcəkdəki yaşları fərqi anarın indiki və gələcəkdəki yaşları fərqinə bərabərdir. Yaş fərqi hər zaman dəyişmir. Ona görə rəhimin bu 2X üstə gələk 4 çıxılsın, bunu mötərizədə yazıram ki, mənfi müsbət məsələsini ilişmək. Yaşı neynədir? Rəhimin müxtəlif zamandakı yaşlarının fərqini yazdıq. Eləcə də anarın müxtəlif zamandakı yaşlarının fərqini yazıram. Bərabərdir. 38 çıxılsın 3X-ə. Əla. Tənliyimiz yazılıb. İndi həll eləyək. 2X üstə gələk 4 çıxılsın X üstə gələk 6 bərabərdir. 38 çıxılsın 3X-ə. İndi buradan X-lər, məlumlar, məhsullar bir tərəfə keçir. 1X qalır. 3X bu bir tərəfə keçir. Eləyir 4X. 4 ilə 6 10. 38-dən 10'a çıxan 28. X-ə bərabər 7. X-i bərabər 7 tapdıq. Bizə deyir ki, bu əsasən anarın indiki yaşı M-nin indiki yaşından neçə yaş çoxdur? Anarın indiki yaşı 3 dəfə 7 elədi 21. Anarın yaşı bərabərdir 21. M-nin yaşı 2X üstə gəl 4. 2 dəfə 7 14 yazıram. 2 dəfə 7 14 üzərinə də 4 gələndə 18. Nə qədər çox olduğunu tapmaq üçün 21-dən 18-ə çıxırsan, bərabərdir 3. Doğru cavab elədi B variantı. Növbəti suala baxırıq dəyərli müəllim. Növbəti sualımız da həndəsə ilə bağlı ilk baxışda sadəcə amma çox incə nüanslar olan bir sualdır. Mükəmməl bir sualdır. Mən bunu indi sizə sadə qayda ilə izah edəcəm, amma sadə dediyim qayda sizə çətin gələ bilər. Ona görə məcbur X və digər dəyişənləri artırıb rahat. Yəni sizin üçün açıqlanacaq. O niyə sualını verəndə özünüz cavab tapacaqsınız. Bizə deyir ki, aşağıdakı kvadrat şəkildə göstərir. 3 müxtəlif düzbucaqlı alınıb. Bu 3 düzbucaqlının perimetrlərinin cəmi 96 santimetr olarsa, böyük kvadratın perimetri neçə santimetr olar? Bunun bütöv biz bir tərəfi kvadratdırsa X götürəcəyik. İndi, bax, burada perimetr deyəndə diqqət məqam nədir? 4X bu kənar xətlər oldu. 4X. Üstə gələk. İndi onda burada X-dir. Burada X-dir. Bəs müəllim, bu yuxarı, bax, bu düzbucaqlının bu hissələri sən onsuz da X-in içində saymısan, yəni X-ə daxildir. İndi qalır buradakı bu məqam. Üstə gələk və burada da sən tək 2X yazmırsan, ha, çox incə məqam var. Bu düzbucaqlının həm bura aid olan hissəsi var, həm bura aid olan hissəsi var. Gəlin bunu ayrım kənarda sizlər üçün. Bax, elə bilə biz bu düzbucaqları kəsib bir-birindən biraz aralasaq. İncə məqam, bax, budur dəyərli müəllimlər. Çox gözəl bir sualdır. Bura X-dirsə, bura X-dir, bura X-dir, bura X-dir, bura X-dir. Nəticə olaraq burada neçə X yaranacaq? Bu kənarları demişdik. Bax, buna aid olan X 1, 2, 3, burada da 4. Demək biz əlavə bura birbaşa üstə gəl 4X də yaza bilərik. Və 2X üstə gəl 2X də yaza bilərik. Demək, bu xətlərin içərisində gizlənən 2 dənə X-imiz var. Hardan alındı bu dəyərli müəllimlər? Çünki bax, bu düzbucaqlını ayıranda bunun bu tərəfi də var, bunun bu tərəfi də var. Sən bura 2X yazmalısan. Burada 2X yazmalısan. Bunun bu tərəfi var, bunun bu tərəfi var. Bərabərdir 96.
8x bərabərdir 96, x bərabər 12. X-i bərabər 12 tapdıq. İndi bizə deyir böyük kvadratın perimetri 4 dəfə 12 elədi 48. Bu bir növ sənin üçün düzdür. Həll rahat görsənir. Amma başa düşməkdə biraz çətinlik çəkə bilərsən ki, müəllim, bəs bu yuxarıdakı tərəflər hara getdi? İzah elədim ki, o yuxarı tərəflər və bu kənar tərəflər. Bax, birinci bu yuxarı tərəflər, bu kənar tərəflər, bu birinci 4x-in içində gedir. Bu digər 4x-in içərisində də bura 2 dəfə x sayılacaq burada. Niyə? Çünki bax, burada belə ayırdıq. 8x bərabər 48. Bu belə. İndi sənə digər, bəlkə belə düşünürəm ki, bu həll sənə biraz daha açıqlayıcı olar. Daha bunu, mahiyyəti daha yaxşı vararsan. Nə demişdik? Bu tərəflər x-dir, hə? Bura x yazıram, bura x yazıram. Burada x-dir, burada x-dir. Onda bu düz bucaqların enliləri də buradır. A, B, C. Amma normalda A, B, C də x-dir, bu heç. İndi gəlin, hər bir düz bucaqlının perimetrini ayrıldığı hesablayaq. Bu düz bucaqlının perimetri nəyə bərabərdir? Bax, qırmızıladığım, qırmızı ilə çizdiyim. 2 vurulsun A üstə gələk x. Çünki perimetr enlə uzunun cəminin 2 misli. Yaxşı, bununla işimiz bitdi. Bu hissəni, bu qırmızıladığımız hissəni örtdük. İndi keçirik ortadakını. Ortadakı buradır da, hə? Bunun da eni x-dir, uzunluğu x-dir, elə bil bu formadadır da, bax bu. Bura b-dir, bura x-dir. Onda nəyə bərabər olacaq? Üstə gələk 2 vurulsun, b üstə gələk x-ə. B üstə gələk x-ə. Üstə gələk. İndi keçirik müəllimlər bu üçüncüyə. Bu üçüncü də elə bil budur da, nazik bir zolaq deyək buna. Bura c-dirsə, burada x-dirsə, 2 vurulsun, c üstə gələk x bərabər 96-ya. Burada artıq tam sənin üçün aydınlaşır. Yəni, bayaqki həll sadə görürsənsə də orada bir məntiq gizlənmişsən. Bunları 2 dəfə görməliydin. Yəni, ortadakı xətləri 2 dəfə saymalıydıq perimetrə görə. Görmədinsə bu qayda ilə get. İndi bunları hər tərəfini 2-yə bölə bilərik. Çünki 96 2 var. Nə qalır? A üstə gələk x. Üstə gələk b üstə gələk x. Üstə gələk c üstə gələk x bərabərdir 96. Buradan a üstə gəl, b üstə gəl, c üstə gəl 3x bərabərdir 96. İndi dəyərli müəllimlər, baxın. A üstə gəl, b üstə gəl, c də bura deyil. Bunun bir tərəfidir, bir tərəf də dedik x. A üstə gəl, b üstə gəl, c x-ə bərabərdir. X üstə gələk 3x bərabərdir. Biz 96-nı burada 2-yə bölmədik, yəni 48. Hə. Buradan da bərabərdir 48. 4x bərabərdir 48. Elə 4x-dir perimetr, amma x-i tapıb sonra bir də 4-ə vurarıq. X 12-dirsə, bir tərəf 12-dir. 4 dəfə də 12, 48. Yəni bir suala 2 həllə göstərdim sizə. Növbəti kəsir məsələsindən, bax bunu indən sonra bir 5 il belə keçiriləcək miq olsun. Yəni kəsir məsələsindən düşən sual bundan çətin olmayacaq. Buna əmin olun. Çətin deməyək, biraz əhatəli. Çətinlik biraz nisbanlayışdır. Məsələn, çətin deyərəm, indi kimsə deyər, mənim orada çətin nə var ki, mən yazdım və ya bir nasan deyərəm, kimsə deyər ki, müəllim o çətin idi. Ona görə çətinlik, asanlıq biraz nisbi məsələdir. Amma ümumi yenə baxanda ədalətlə baxsaq, bəli, standart sual deyil, biraz biri var yazın 16-nın 2də bir hissəsini tap, bir də var bu sual olsun. Təbii ki, o suala baxanda bu düşündürücü bir sualdır. 4 qardaş olan Yusif, İbrahim, Salih və Yunus birlikdə 8 mart hədiyyəsi olaraq anaları sevincə hədiyyə aldılar. Yusif qardaşlarının verdiyi məbləğin 3də bir hissəsi qədər, İbrahim qardaşlarının verdiyi məbləğin 4də bir hissəsi qədər, Salih qardaşlarının verdiyi məbləğin 5də bir hissəsi qədər, Yunus isə 46 manat pul ödədi. Qardaşların aldığı hədiyyənin qiymətinin rəqəmləri cəmini tapın. Məsələ sanki bir yanıltmazdır. Burada müəllimlər, siz 4 qardaşa fərqli olaraq A, B, C, X, Y, Z yazsaz, həqiqətən də özünüzü çox çətinə salmış olarsınız. Bunu rahat, çox rahat həllini sizə göstərəcəm. Baxaq, bizə deyir ki, Yusif qardaşlarının verdiyi məbləğin 3də bir hissəsi qədər pul ödəyir. Onda Yusif yazıram bura qardaş, baş hərflərini yazacağım. Nə demişdik? Demişdik, məsələn, bir ədəd digər ədədin üstə bir hissəsi isə surət bunun birincisini aid idi, məxrəc ikincisini aid idi. İndi Yusif qardaşların verdiyi məbləğin 3də bir hissəsi qədər pul ödəyirsə, qardaşları 3 hissə pul ödəyib, Yusif 1 hissə pul ödəyib. Onda mən burada nəticə yazıram. Yusif, bax bu nəticələr önəmlidir. Yusif 1 hissə pul qoyur, qardaşlar 3 hissə pul qoyur. Nəticə olaraq Yusif hədiyyənin hansı hissəsini qarşılayır?
Yusif hədiyyənin 3 ilə 1-in cəmi 4 və Yusifdə 4də 1 hissəsini. Gördünüz, dəyərli müəllimlər, neynədik? Normalda Yusif hədiyyənin demir ki, burada Yusif qardaşlarının deyir. Amma biz buradan analiz elədik ki, Yusif hədiyyənin 4də 1 hissəsi. Keçirik İbrahimə. İbrahim, bura yazıram İbrahim, burada yazıram yenə qardaşları. İbrahim qardaşlarının verdiyi məbləğin 4də 1 hissəsi qədər. Onda İbrahim 1 hissə veribsə, qardaşları 4 hissə verib. Nəticə olaraq bütöv 5 hissə eləyir hədiyyə. Onda belə çıxır ki, İbrahim hədiyyənin 5də 1 hissəsini. Yaxşı. İbrahimdən sonra kim var? Salih. Yazıram bura. Salih yenə qardaşları. Salih qardaşlarının verdiyi məbləğin 5də 1 hissəsini. Onda qardaşları 5 hissə veribsə, burada heç x yazmağa ehtiyac yoxdur. 5 hissə yazıram. 5 hissə, Salih 1 hissə. Onda Salih ümumi hədiyyənin hansı hissəsini verib? Salih ümumi hədiyyənin 5 ilə 1, 6da 1 hissəsini. Ən sonda da kim var bizə? Yunus. Yazıram. Yunus da tam verib bizə. Bərabərdir 46 manat. Artıq hər bir şey hazır. Bayaqçı bir qardaşın digər qardaşlarla, biri də var bütöv hədiyyə. Hədiyyənin qiyməti də x manat olsun. Bilmirəm. Yusuf hədiyyənin 4də 1 hissəsini veribsə eləyir 4də 1x. İbrahim hədiyyənin 5də 1 hissəsini veribsə üstə gələk 5də 1x. Salih hədiyyənin 6da 1 hissəsini veribsə üstə gələk 6da 1x. Yunus da 46 manat veribsə üstə gələk 46 bərabərdir. Nəyə? Ümumi hədiyyənin qiymətini x-i. Bitdi, getdi. Yəni burada biz A, B, C yazsaq, gərək bir A4 də olsun. Bu tənliyi də həll edirik. 4, 5, 6 məxrəc 4, 5, 6 hər tərəfini 60-a vuraq. 60-ı 4-ə vuranda eləyir. Bölən 4-də 1-ə vuranda 4-ə bölüb sürətə vururuq. Elədi 15x. Üstə gələk 12x. Üstə gələk 10x. Üstə gələk 60-ı da 46-ya vuranda eləyik 46 vurulsun 60 yazıram. Bu da bərabər 60x. Yəni vurub İmtahanda da bax, çalışıb belə vərdişlərə yiyələnməlisiniz ki, vurma kimi salın, onsuz da soru ixtisar edəcək. 15, 27, 37, 37x də bu bir tərəfə keçir, yəni 46 vurulsun 60 bərabərdir. 60-dan 37-ni də çıxanda qalır 23x. Hər tərəfini 23-ə bölsək, 23, 23-ə 1, 46, 23-ə 2. X də bərabər 120 manat. Demək, hədiyyənin qiyməti 120 manat imiş. Bizdən deyir, qardaşların aldığı hədiyyənin qiyməti rəqəmlər cəmini 120-dən də 1 üstə gəl, 2 üstə gəl, 0 bərabərdir 3. Doğru cavab A variantı. Müəllimlər, həqiqətən də bu sınağı tanış olmağınız, bu sınağın həllərinə, sualların həllərinə baxmağınız sizin üçün bir şansdır. Çünki beyninizi fərqli olaraq, fərqli istiqamətdə düşündürməyi, özünüzü məcbur edirsiniz ki, bu suallara baxasınız, nə şərt var, burada nə var. Bax, bunları özünüzdə formalaşdırırsınızsa, əmin olun ki, İmtahanda bu və ya digər formada hər bir şeyin öhdəsindən gələcəksiniz. İmtahanda 20 sualın 20-si də belə deyil. İmtahanda 3-4 sual düşündürücü ola bilir, 2-3 sual. Məqsədimiz də o 2-3 sualı götürməkdir. Yəni, hamı, məsələn, 17, 16, 15 yazı deməlim, 2-3 dənə yazır. Bax, o 2-3 dənə söhbətini bu sınaqlarımızla biz maksimum şəkildə həll edirik. Bu qədər müəllimlər. Yeni indirimli qruplarımıza qeydiyyat davam edir. Qoşulmaq istəyən müəllimlər bu nömrə ilə əlaqə saxlayıb ətraflı məlumat ala bilərlər. Sağ olun. Növbəti izahlarda görüşərik. Kanala abunə olub paylaşmağı unutmayın, dəyərli müəllimlər. Hələlik.